Yenilikcə, məsələ İlya Dövlət Universiteti hal-hazırda bu prosesdən ən çox zərbə alan və demək olar ki, hədəfdə olan universitetdir. İlya Dövlət Universitetinə qarşı yönəldiyi açıq-aydın idi. Bu dırnaqarası reformaların ki, biz artıq dünən gördük ki, məhz həmin fakültə bölgüsündə və kvotalar bölgüsündə necə bir bölgü baş verdi. Təsəvvür et, 4000-ə yaxın tələbə, keçən il 4000-ə yaxın tələbə məzunu olan universitetə sənin 300-ə qədər tələbə qəbul etmə haqqın var, kvota belədir və ancaq filan sahələrdə tələbə qəbul etmə haqqın var dedilər. Pedaqoji və STEAM, yəni texnologiya, riyaziyyat və müəyyən kompüter elmləri və s. kimi sahədə. Bu, dediyim kimi, lap başdan da aydın idi ki, bu cür mexanizmlər işə düşəcək, qeyri-konstitusional olsa da, bayaq dediyim kimi, avtorizasiya keçmiş bir universitetə edirsən sən bunu. Elə də digərləri, baxmayaraq ki, digərlərinin kvotası daha yüksəkdir TSU-dan, misal 3000-dən yuxarıdır bildiyim qədərlə, lakin oradan da yəni bəzi fakültələr, misal